İnsülin direnci olan insanlar artıq çəkilərindən qurtula bilərmi? Təbii ki də qurtula bilər, amma burada xüsusi yanaşma var. İlk öncə onu deyim ki, insülin direnci bədənin insülin hormonuna qarşı həssaslığının azalmasıdır ki, burada da qanda şəkərimizin səviyyəsinin tənzimlənməsində çətinlik yaranır və bu gedişatla da biz kilo almağa başlayırıq. Amma burada xüsusi yanaşma olmalıdır. Bu təbii ki bir mütəxəssis yardımı ilə olarsa, siz daha və effektiv şəkildə artıq kilolarınızdan qurtula bilərsiniz. Ev şəraitində insülin direncindən qurtulmaq istəyirsinizsə, mütləq bunları nəzərə almalısınız. İlk öncə aşağı karbohidratlı qidalar mütləq rasionunuzda olmalıdır. Bununla yanaşı fiziki aktivlik həftədə 2-3 dəfə də olsa mütləq həyatınıza daxil olmalıdır. Ən azından pilləkənlərdən qalxıb düşməklə də özünüzün həyatınızda bir aktivlik yarada bilərsiniz. Əgər sizdə də insülin direnci var və bununla heç cürə mübarizə apara bilmirsinizsə, mütləq bir mütəxəssis yardımı almalısınız.